Sabahınız xeyirli və uğurlu olsun mənim əzizlərim. Lider TV'nin efirində sizin səhət proqramı canlı efirdədir. Studiyamızın bugünkü qonağı Bioloji Təbabət Klinikasının nevroloq, epileptoloq, ensefalografist Vahabzadə Ülviyə xanımdır. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz studiyamıza. Bugünkü mövzumuz isə idiopatik, irsi generalizasiya olunmuş epilepsiya. Telefon nömrəmizi xatırlatmaq istəyirəm, 510-38-04. Canlı efirə qoşulun. Əgər hər nevroloji xəstəlikdən əziyyət çəkirsə, ən əsas da bugünkü mövzumuz epilepsiya ilə bağlıdır. Əziyyət çəkirsə, evladlarınız əziyyət çəkirsə, buyurun canlı efirə qoşulun, həkimimizə öz suallarınızı verə bilərsiniz. Amma ilk öncə mən istəyərdim bir-iki xəbəri nəzərinizə çatdırım. Bioloji Təbabət Klinikası ilə bağlı. Demək, Moskva Tibb Akademiyasında xüsusi kurs keçmiş uşaq nevropatoloqu Quluzadə Röyana doktor martın 30-da cəmi bir gün Göyçay şəhərində Bioloji Təbabət Klinikasında nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqları müayinə və müalicəsini aparacaq. Uşaqlarda nevroloji problemləri, həmçinin kəllə daxili təzyiq, əqli və nitq problemləri olan, uşaq serebral iflic və s. kimi xəstəliklərdən əziyyət çəkən, yəni həm valideynlər, həm uşaqlar. Valideynlər öz evladlarınızı Bioloji Təbabət Klinikasına Göyçay şəhərinə gətirə bilərlər martın 30-u. Və əlaqə nömrəsini xatırlatmaq istəyirəm 055-259-70-90. Buyurun Quluzadə Röyana xanımın uşaq nevropatoloqa qəbuluna yazıla bilərsiniz. Əgər Bakıya gəlməyə, şəhərə gəlməyə əziyyət çəkirsinizsə, Göyçay şəhərində yaşayan və Göyçaya yaxın ətrafda olan insanlar buyurun martın 30-u Bioloji Təbabət Klinikasına Göyçayda yerləşən Bioloji Təbabət Klinikasına müraciət edin. Və daha iki xəbər, hepatit B və C ifa metodu ilə Bioloji Təbabət Klinikasında 50% güzəştlə aparılır. Bununla da faydalana bilərsiniz. Və epilepsiyadan əziyyət çəkən uşaqlara bizim bugünkü həkimimiz, qonağımız Ülviyə doktor qəbulu pulsuz edib və EG müayinəsi də 20% endirimlə aparılır. Bunun üçün sizə təşəkkür edirəm. Bütün bizə baxan valideynlər adından. Çünki bilirsiniz ki, evlad valideyn üçün müqəddəsdir və təbii ki, istəyərdik ki, heç bir uşaq, heç bir valideyn xəstələnməsin. Amma əgər belə əziyyət çəkirlərsə, belə bir problemlərlə üzləşirlərsə, onda sizin kimi həkimlərə müraciət etsinlər. Və istəyərdim Ülviyə xanımla mənim əzizlərim sizi yaxından tanış edəm. Azərbaycan Tibb Universiteti məzunudur. Bizim həkim Avropa Antiepileptik Liqasının Almaniyada təşkil etdiyi 6-cı Baltikyanı dövlətlərin 3-cü, 4-cü Qafqaz regional epileptik məktəbləri bitirib, o məktəblərin məzunudur və hal-hazırda Bioloji Təbabət Klinikasında həkim, nevroloq, epileptoloq, ensefalografist kimi çalışır. Və çox üzr istəyirəm, elə ilk zəngimiz var. Gəlin qəbul edək, sonra söhbətimizi sizinlə başlayaq. Alo, sabahınız xeyir olsun, buyurun. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Doktora sağlığınız var. Buyurun. Doktor, bizim uşağın 17 yaşı var. İndiyətən də çox müalicələr götürmüşük. Yaddaşı düzəlmirik. Bir də ki, elə bil ki, danışığı, bax, belə bir düşünmədən danışır sözü. Nə qədər müalicə götürmüşük, nə təriləmişik, yenə xeyri yoxdur. Üzr istəyirəm, dəstəyi qoymayın bir dəqiqə, sualınız olacaq? Ümumiyyətlə, anadan gəlmə, yəni problemli uşaq olubdur, doğuşunda, hamiləlik zamanı anasının problemi olubmu bu uşaqla əlaqədar? Mənim özümün mikrobum olubdur, hamilə olanda. Müalicə götürmüşəm, amma ki, elə bir uşağın 2 yaş yarımında qızılcıq olub, ağır formada keçir. Qızılcıqdan sonra elə bir ki, həmin gecələr yerinə işləmə oldu. Həm də ki, bax, yaddaşı çox, nə qədər deyirsən ki, bax, 17 yaşında uşaq sadə öyrədə bilmirikdir. 2 yaş yarıma qədər inkişafı yaxşı idi, danışırdı, yeriyirdi uşaq. Pis döydü. 2 yaş yarıma qədər yaxşı idi, ondan sonra pisləşmək istədiniz. Aydındır. Təşəkkür edirik xanım. Uşaq inkişafının pozulması, geriləməsi ilə əlaqədar bu genetik faktorlu ola bilər, yəni anadan gəlmə ola bilər və ya sonradan uşağın həyatının hər hansı bir dövründə keçirilən ağır infeksion, toksiki faktorlar, travma, şiş və s. kimi digər xəstəliklə əlaqədar onun qazandığı, yəni artıq qazandığı inkişafında olan, məsələn, danışığı, yəni psixomotor inkişafı itirə bilər. Bu halda əgər valideyn deyirsə ki, 2 yaş yarıma qədər uşaq normal inkişaf edirdi, yəni 2 yaş yarıma qədər
yaşında olan uşaq artıq sərbəst yeriməli, fikrini qısa cümlələrlə bildirməli, məntiqi suallar verməli. Yəni bu inkişafı artıq olubdur. Amma ağır infeksiya keçirdib, qızdırma olub və ola bilər ki, onda toksik ensefalit olsun. Yəni biz onda uşağın bilmirik vəziyyətini, nə müayinəsi, nəticələrini filan. Amma valideynin dediyinə görə əgər ondan sonra kəskin gerilənmə olubsa, bu yəqin ki, keçirilən bu toksik ensefalitin qalıq əlamətləri kimi qiymətləndirilir. Doktor, amma tövsiyə edərdik ki, xanım hal-hazırda Bioloji Təbabət Klinikasının telefon nömrələrinin ünvanını görür. 3-cü mikrorayonda yerləşir. Xanım çox rahat bir yerdə yerləşir. Evladınızı götürün və dərhal istəyərdim ki, Ülviyə xanımın qəbuluna yazılıb gələsiniz. Çünki evladın gələcəyi üçün də problem törədə bilər, əgər indidən bu xəstəliyin müalicəsini etməsələr. Və xanım, istəyərdim ki, dərhal mövzumuza keçid alaq. Bugünkü mövzumuz irsi generalizasiya olunmuş epilepsiyadır. Amma istəyərdim ilk öncə tamaşaçılarımıza başa salaq. Ümumiyyətlə, epilepsiya xəstəliyi nə xəstəliyidir və səbəbləri nələrdir? Epilepsiya xəstəliyi beynin hüceyrələrini artıq oyanıqlığı ilə əlaqədar olaraq özünü xroniki, təkrarlanan tutmalarla göstərən xəstəlikdir. Bu tutmalar, qıcolmalar ola bilər və daha çox da böyük kütlə insanın epilepsiya xəstəliyi haqqında təsəvvürü məhz həmin o qıcolma tutmaları ilə əlaqədardır. Ancaq hərçənd ki, bu xəstəlik özünü ancaq elə qıcolma tutmaları ilə göstərmir. Bəzən özünü sadəcə donmalar, göz qırpmalar, diksinmə kimi ətraflarda qəfil hərəkət kimi bir hərəkət kimi özünü göstərə bilər. Yəni ona görə də bugün bizim bu danışacağımız qrup xəstəlikləri biz belə bölmüşük. Çünki epilepsiya çox geniş məfhumdur. Bunun hər birini dəqiq vurğulamaq, ətraflı danışmaq mümkün olmadığına görə biz bir qrup xəstəlik haqqında danışacağıq. Aktuallığı nədən ibarətdir bu idiopatik? İdiopatik dedikdə biz genetik ötürülən xəstəlikdir, epilepsiya xəstəliyi nəzərdə tuturuq. Bizdə təəssüf ki, hələ də qohum nigahlarının çoxluğu ilə əlaqədar olaraq bu xəstəliklər, yəni bu qrup xəstəliklər aktualdır. Və bu qrupa hansı xəstəliklərə aiddir? Bu qrup xəstəliklər bizim saydığımız, yəni absans epilepsiyasıdır. Bu yaşla əlaqədardır. Uşaqlıq dövründə özünü büruzə verə bilər və yaxud da yeniyetməlik dövründə. Ona görə hal-hazırda bunlar sərbəst xəstəlik kimi qiymətləndirilir və uşaq və yaxud da juvenil absans epilepsiyasının boyun toxunacaq. Biz toxunacaq juvenil miokronik, yəni yeniyetmə dövründə miokronik epilepsiya xəstələri. Biz toxunacaq miokronik absans epilepsiyasını və miokronik astatik tutmaları və qısa olaraq da qiymət vurğulayacaq Dravet sindromu adlanılan, yəni göz qapaqlarının miokronik epilepsiyasını. Onda elə başlayaq birincidən. Absans tutmaları necə olur? Absans tutmaları dedikdə, yəni bu donmalarla gedən tutmalardır. Təəssüflər bunu diqqətsiz valideyn çoxa buraxır. Yəni ki, bu zaman xəstənin, yəni uşağın vəziyyəti sadəcə olaraq elədiyi hərəkəti dayandırmaq, gözünü boş bir nöqtəyə dirəmək və donmaq kimi vəziyyət alır. Yəni ilk simptomları valideyn evdə... Yəni tutmanın elə gedişi elə sadəcə bundan ibarətdir. Uşaq elədiyi hərəkəti saxlayır, donur və bəzən ola bilər ki, bu tutmalar zamanı əlavə hərəkətlər etsin. Bu çox az hallarda biz təsadüf edirik, amma belə vəziyyət ola bilər. Və yaxud da səs çıxartsın, yəni vokalizasiya deyirik, bir səsin uzadılması kimi və yaxud da tək-tək sözlərin işlənməsi lazım olmayan, yəni yersiz sözlərin işlətməsi və ətraflarında eyni cür olan hərəkətdir. Biz bunları da həmin bu yaş qrupunda görə bilirik. Bu adətən özünü büruzə verir. 4-6 yaş arası pik nöqtədir. Yəni bu yaşda daha çox bu xəstəlik başlaya bilər və müalicə olunması uzana bilər. Və bu absans epilepsiyasında ancaq bu donmalar olmur. Bəzən olur ki, xəstədə böyük tutmalar da olsun. Yəni bizim o dediyimiz qıcolma tutmaları. Yəni dilin qatdalanması ilə çənə əzələlərin kilitlənməsi, ətrafların hər iki ətrafın həm tonik gərginləşməsi, sonra da titrəməsi və tam huşun itməsi ilə çəkən tutmalar da ola bilər. Amma hər hansı başqa bir xəstəliklə, misal üçün onu səhv salmaq olarmı? Yəni əgər bu simptomlar varsa, düzdürmü? Hansı xəstəliklərlə bunu səhv salmaq olar? Bu yaşda uşaqlar çox diqqəti yayınıq olur və belə bir sindrom var ki, hansı o da yenilikcə izah olunan sindromdur, hiperaktivlik sindromu diqqət defisiti ilə. Çox və çox hallarda bu xəstəliklər səhv sayılır.
alır. Belə ki, o sindromda da uşaq bir müddət ətrafdakı söhbəti, yəni ətrafdakı sözə qarşı biganə ola bilər. Həmin o cür diqqətsiz yayınlıq görsənə bilər və ona görə də uşaq məktəbdə oxuyursa, məktəbdə müəllimlər və yaxud da valideynlər onu sadəcə donma kimi qiymətləndirə bilərlər. Sözsüz ki, və bu xəstəliyi ona görə də diferensiasiya etmək lazımdır digər vəziyyətlə. Çünki müalicəsi radikal olaraq fərqlidir, proqnoz fərqlidir və bir şey vurğulamaq istəyirəm, valideynlər çox vaxt müraciət edirlər ancaq böyük tutmaları görən zaman. Yəni bu artıq onu göstərir ki, əgər bu tutmaları, yəni bu sindroma artıq qıc olma tutmaları qoşulursa, burada biraz proqnoz daha pisdir uşağın sırf gələcək inkişafı baxımından. Və müraciət eləyəndə də, böyük tutmaları təsvir eləyəndə də burada da epilepsiyanın digər növləri nəsə salına bilər. Bəs mioklonik tutmalar necə, özünü necə biruzə verir və nədən sonra əmələ gəlir? Mioklonik tutmalar bu biz ətraflarda qəfil yığılma kimi, yəni diksinmə. Bunu xəstə izah edə bilər atlanma kimi və yaxud da valideyn izah edə bilər, qəfil atlanır. Ya əllərində nə isə varsa onu birdən-birə dağıdır. Məsəl üçün, bu adətən olur səhər-səhərlər. Və neçə yaşlarında müşahidə etmək olar bunu? Juvenil mioklonik epilepsiya indi biz vurğuladığımız epilepsiya özünü 8-9 yaşından başlayır, 16 yaşına qədər hər hansı bir dövrdə biruzə verə bilər. Və bu da çox səthi olduğuna görə, belə ki, adətən xəstə narahat olur səhər yuxudan qalxan zaman, yəni bu dediyimiz əlamətlər çox vaxt olur səhər yuxudan duran zaman və bu qısa müddət olur və bunu elə digər bir səbəblə izah eləməyə çalışır ki, nəsə əlimdən düşdü və yaxud da dişimi fırçalayanda fırça çox uzaq məsafəyə atlandı. Deyə bilərmi, daha aqressiv olurmu uşaq, yoxsa özünə hər hansı, misal üçün, baxışı cəlb etmək istəyir? Yəni, bu nə ilə əlaqədardır? Bu epilepsiya, yəni bu saydığımız vəziyyətdə sözsüz ki, psixoloji problemlər hər bir dövrdə olur. Yəni, epilepsiya xəstəliyi uzun müddət həm psixiatrları müalicə etdiyi xəstəlidir, sonradan düşünüldü ki, nevroloqlar bu xəstəliyinə müalicə etməlidirlər, bu xəstəliyi məşğul olmalıdırlar. Amma hal-hazırdakı baxışa görə nevroloq və psixiatr bir yerdə müalicə eləməlidir. Çünki sözsüz ki, bu tutmalar təkrarlandıqca və gələcəkdə psixoloji hər hansı bir aspektdə problemlər çıxa bilər uşağın həyatında. Ancaq hal-hazırda danışdığımız vəziyyət sırf nevroloji vəziyyət, yəni uşaq və yaxud da yeniyetmə bunu qəsdən etmir. Bu sadəcə olaraq onun beyninin o patoloji impulsasiyasına əlaqədar olaraq ətraflarının qəfil cəng yığılmasıdır. Cəng olması və yığılmasıdır. Və bu çox qısa müddət olur. Adətən xəstə yuxudan duranda birdən başının önə yıxılması. Elə bir qəfil başını arxadan kimsə itəlir və baş önə doğru əyilir. Yəni burada boyun nəzərləri prosesdə iştirak elədiyinə görə belə hal olur. Və yaxud da biz daha çox onu görürük, səhər-səhər o dediyimiz kimi diş fırçalayanda, diş fırçalayır və fırça çox uzaq məsafəyə düşür, əlindən qəfil olaraq və yaxud da digər bir çox vurğulanan şikayət, kofi və yaxud da isti çay içəndə üstünə dağılması və kofini qəfil uzaq eləməsi. Yəni ki, bu saydığımız fəaliyyət səhər-səhər olduğuna görə bu xəstənin də şikayətləri çox bu olur. Və yaxud da otururam, qəfil yerimdən atlanıram. Və yaxud da ayaq üstə duranda elə bil ki, arxadan dizdən vurmuş effekti kimi birdən-birə diz üstə çökmə olur. Yəni, bu juvenil mioklonik epilepsiya özünü bu cür simptomlarla göstərir, ancaq tək bu cür yox. Bu yalnız xəstəliyi böyük bir digər növ tutmaları da özündə əhatə eləyən simptoma kompleksi, sindromdur. Belə ki, bu xəstələrdə bizim öncə vurğuladığımız absans epilepsiya, yəni göz yolu çəkmə halı da ola bilər. Eyni zamanda da yenə bizim qorxaraq vurğuladığımız böyük tutmalar, cəng olma olan tutmalar. Niyə vurğuluyuruq bunu daha aksentlə? Çünki bu zaman xəstə yıxılır, huşunu tam itirir. Amma digər vəziyyətlərdə huş tam alaqaranlıqdan yüngül itirilməyə qədər və yaxud da itirilməyə də bilər saydığımız absansda, ancaq mioklonik tutmalarda. Ancaq biz böyük tutmaları, cəng olma ilə tutmaları vurğuladıqda bu zaman xəstənin huşu demək olar ki, tam itir əksər hallarda, qəfil yıxılma olur və çox böyük travmatizasiya riski, xüsusilə uşaq və yeniyetmə dövründə. Ülviyə xanım, bu xəstəlikdən əziyyət çəkən insanlar nədən özünü qorunmalıdır, nədən çəkinməlidirlər daha çox? Absans epilepsiyada bu qıcıqlandırıcı faktor özünü bir o qədər də ciddi göstərməz. Absans epilepsiyasında biz, yəni o donmalarla gedən tutmalarda əsas trigger, o qıcıqlandırıcı faktor, mexanizm tənginəfəslik. Bu bizə çox əl verir. Biz indi qabaq, yəni bundan sonra vurğulayacağımız, yəni diaqnostika bölümündə vurğulayacağımız məqamlarda biz onu deyəcəyik. Yəni biz ensefalografik müayinə edən zaman o probanı veririk və